Hər vaxtınız xeyirli olsun, hörmətli kanal izləyiciləri. Masazırda dayanacağa yaxın, məktəbə yaxın belə bir 2 mərtəbəli, 5 otaqlı, tam təmirli həyət evi satışdadır. Evin sənədləri tam qaydasındadır. İpotekada da bu evi almaq istəyənlər asanlıqla əldə edə bilərlər. Və onu da qeyd edim ki, ev göründüyü kimi bir neçə evli burada tikilibdir. Geniş həyətləri qalıbdır. Göründüyü kimi bu evlərin hər biri 2 sotdan artıq 3 sota yaxın torpaq sahəsində demək olar ki, tikilibdir. Geniş bir zirzəmisi var. 8 daş kürsüdədir. Görün qapısı açıqmı bunun? Burası geniş bir zirzəmisi. Göründüyü kimi, yəni istifadə burada da gələcəkdə istədiyiniz kimi alıcı istifadə edə bilər. Sənədlər qeyd etdiyim kimi tam qaydasındadır. Evin də qiyməti çox münasibdir. Kombi sistemi üçün aparat üstündə yeri burada hazır vəziyyətdə saxlanılıb və evə daxil olduqda geniş bir dəhlizi var. İkinci mərtəbə qalxmaq üçün pilləkəni. Bir daha onu göstərim ki, baxın, çox gözəl, səliqəli iş görülübdür. Evin tikilisi qoşa daşladı dörd bir tərəfi və mərtəbələr arasında monolit betonludur. Birinci mərtəbədə yerləşən hamam otağı, birinci mərtəbə döşəməsi göründüyü kimi istilik sistemidir, metlaq vurulubdur. Bura isə geniş bir zal otağı. Otaqların hər birinə gün işığı düşür. Kondisioner üçün işıq xətti çəkilib, TV üçün işıq xətti çəkilib. Bax, göründüyü kimi çox gözəl, səliqəli iş görülübdür evdə. Bura mətbəxi. Geniş bir mətbəx, döşəməsi metlaqdır. Bura isə bir otaq. Evin demək olar ki, təmir işləri tamıca artıq hazır vəziyyətdə. Yalnız evi təmizləmək lazımdır ki, evin təmizlik işləri qalıbdır ki, onları da bir neçə günə artıq tam hazır vəziyyətdə təmizlik evi təhvil veriləcəkdir. İkinci mərtəbəyə qalxdıqda, ikinci mərtəbədə geniş bir dəhlizi var yenə və balkonu və 3 yataq otağı yerləşir. Bura bir yataq otağı, otaqlar göründüyü kimi genişlik, kifayət qədər geniş otaqlar və divar kağızları da çox gözəl, səliqəli divar kağızlar qoyulub. Təmiz qapılar, təmiz taxta qapılardır, keyfiyyətli qapılardır. Otaqların qapıları bura isə ikinci yataq otağı, ikinci mərtəbədə. Bura isə sonuncu otaq, ümumi 5-ci otaq, ikinci mərtəbədə 3-cü yataq otağı. Otaqlar qeyd etdiyim kimi göründüyü kimi pəncərələrin qarşısı kəsilməyib, işıqlı otaqlar. Bura isə ikinci mərtəbədə yerləşən hamam otağıdır ki, metlaq kafeli. Evin başlanğıc qiyməti 133 min manat deyilir. 133 min manat və real alıcıya endirim olunacaqdır.